Vəziyyət belədir bada. Narahat olma. Bu maşını qızıma mən almışam. Getdinən qoysun bunu Brend Avtokreditdə 6-7 min götür, ged şu həllə. Kreditini də mən özüm ödəyərəm, narahat olma. Mənim kürəkənim heç kimə ağız açmalı deyil, eşitdin məni? Sağ ol Eda. Çox sağ ol Evim. Değməz. Onda mən gelin maşın sənədlərini həll edeyim, oradan da çıxım gedim. Danışdın mı o qızım? Hə, yazıqdır, qoy gedib işlərini əlləsin. Yazıqdır, mən də bilirəm yazıqdır. Amma biz bilmirik o həmən o pulu aparıb içkiyə xərcləyəcək, qumara xərcləyəcək. Bəlkə də onun qıraqda saxladığı var. Onu da verməyək. Bax, yenə məsləhət səndir. Mən olsaydım verməzdim. Danışdın mı oğul? Yox, saqqal alınmadı. Niyə? Nə bilim, evdə 3 nəfərik. Elə bir dördüncü bir adam var. Kimsə getdi bunun beynini doldurdu. Nə bilim, hansısa şərəfsiz, Oy. hansısa... Oy. Nə bilim. Kim ola bilər ki, oğlum? Bəlkə evdə gözə görünməz bir məxluq var. Gözə görünməz deyəndə ki, mən o məxluqu arada görürəm evdə. Görürsən? Hə. Necə birinə oxşayır? Nə bilim, belə kök, ağsaqqal bir kişidir. Gedim bir mən də axtarım görüm kim oxşadıram onu. Zala girəndə güzgüyə də bax.